13-cü fəsil 1-ci ayədən oxuyacaq. Fariseylər arasında Nikodim adlı bir yahudi rəhbər var idi. O, gecəykən İsa'nın yanına gəlib dedi: Rabbi, bilirik ki, sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs sənin göstərdiyin əlamətləri edə bilməz. İsa ona cavab verdi: Doğrusunu sənə deyirəm. Bir kəs yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz. Nikodim ondan soruşdu: Yaşı dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bəxtinə girib doğula bilərmi? İsa cavab verdi: Doğrusunu sənə deyirəm. Bir kəs sudan və ruhdan doğulmasa, Allahın padşahlığına daxil ola bilməz. Bəşərdən doğulan bəşərdir, ruhdan doğulan ruhdur. Sənə yenidən doğulmalısınız dediyinə heyran etmə. Yer istədiyi yerdə əsir, onun səsini eşidirsən. Amma haradan gəlib, haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir. Nikodim, bu şeylər necə ola bilər deyə soruşdu. İsa ona cavab verdi: Sən İsrailin müəllimisən, bunları bilmirsənmi? Məsihin yanına Nikodim adlı bir adam gəldi və o sadə adam deyil. O, yahudilərin rəhbərlərindən biri. Və o gecə vaxtı gəlmişdi, yəni ki, istəmirdi ki, kimsə onu görsün, ki, onu İsa'nın yanına gəldiyi üçün qınamasın. Və o sadəcə rəhbər deyildi, o həm də İsrailin dini müəllimi idi. O, bütün İsraili öyrədirdi. O, İsa'nın yanına gəlir və ona Rabbi deyə müraciət edir. Rabbi müəllim deməkdir. İsrailin ruhani müəllimi və bu xalqın rəhbərlərindən biri olan Nikodim bir dülgərə Rabbi deyərək müraciət edir. Nikodim İsa'nı müəllim adlandırır. O deyir: Rabbi, bilirik ki, sən Allahın yanından gələn bir müəllimsən. Məsihin həyatına nəzər salaraq, bütün ruhani kriteriyaları nəzərə alaraq, o nəticə çıxardır ki, İsa Allahın yanından gəlir. O deyir: Çünki Allah ona yar olmasa, heç kəs sənin göstərdiyin əlamətləri edə bilməz. O başa düşürdü ki, İsa'nın gördüyü işlər və göstərdiyi möcüzələr Allahdan gəlməyən bir kəs tərəfindən edilə bilməz. Əgər Allah onun yanında olmasa, o belə işlər görə bilməzdi. Amma görürük ki, Məsih Nikodimin bu tərifinə elə bil heç fikir vermir. Məsih Nikodimin ürəyini görürdü, onun ehtiyacını görürdü. 3-cü ayədə İsa Nikodimə deyir, İsa ona cavab verdi: Doğrusunu sənə deyirəm. Bir kəs yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz. Doğrusunu sənə deyirəm. Yəni, bu çox vacib bir məlumatdır və onun buna diqqətini çəkir. O, Nikodimin problemindən danışır. Nikodim əlbəttə ki, Allahın padşahlığında olmaq istəyir. Amma onun problemi odur ki, o yenidən, yəni ruhən doğulmamışdır. Bəli, o müəllimdir, kahindir. Demək olar ki, bütün qanunları riayət edir, kəlamı yaxşı bilir, yaxşı və hörmətli insandır. Amma o ruhən doğulmur. Və bu deməkdir ki, o Allahın padşahlığını görə bilməz. Bəs Nikodim öz problemini başa düşürdümü? Yenidən doğulmaq bu sadəcə əxlaqi cəhətdən dəyişmək və ya dinini dəyişmək demək deyil. Yenidən doğulmaq nə üçün lazımdır? Biz bilirik ki, doğum yeni bir həyatdır. Uşaq dünyaya gələndə biz sevinirik. Çünki bu dünyaya yeni bir həyat gəldi. Bəs insan niyə yenidən doğulmalıdır? Ruhən doğulmalıdır. Hər şey Eden bağından başlayır. Yaradılış kitabında biz oxuyuruq. Yaradılış 2, 16-17. Rəbb Allah insana əmr edib dedi: Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə. Çünki onda yeyən gün hökmən öləcəksən.
Allah deyir, o meyvəni yeyən gün hökmən öləcəksin. Biz bilirik ki, Adəmlə Həvva günah işlədilər və Allahın əmrinə tabi olmadılar. Onlar o meyvədən yedilər. Və Allah dediyi kimi, onlar elə həmin günü öldülər. Amma ruhən öldülər. Fiziki yox. Ruhani ölüm bu Allahla insan arasındaki uçurumdur. İnsan ruhu öldü. Allah bizə bədən, can və ruhla yaradı. Onların bədəni, canı yaşamağa davam edirdi. Lakin onların ruhları öldü. Ancaq bu yalnız Adəmlə Həvvaya aid deyil. Romalar 5:12-də oxuyuruq. Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə, ölüm bütün insanlara yayıldı. Çünki hamı günah etdi. Ruhani ölüm hər kəsə keçdi. Həvari Paul Efesdəki imanlara yazır, 2-ci fəsildə. Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölüydünüz. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaatsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz. Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar edik. Bu sadalanlar ruhən ölü insanın vəziyyətidir. O, cismani ehtiraslarına uyğun yaşayır. Ancaq bədəninin və düşüncələrinin istəklərini yerinə yetirir. O, başqa cür yaşaya bilmir. Ruhən ölü olduğu üçün o, ruhani həyat yaşaya bilmir. Buna görə də o, ruhən ölülər Allahın padşahlığını görə bilməzlər. O, Allahın padşahlığına daxil ola bilmir. Çünki bu, insanla Allah arasında olan uçurumdur. Və bu uçurum, insanın Allahın huzuruna daxil olmasına imkan vermir. Nikodim həqiqəti axtarırdı. Buna görə də o, Məsihin yanına gəldi. Baxmayaraq ki, onu kimsə görə bilərdi. O, həyatında nəyinsə çatışmadığını başa düşürdü. Amma o, Məsihin sözlərini başa düşmürdü. 4-cü ayədə o soruşur. Nikodim ondan soruşdu. Yaşlı doğulmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi? Görür ki, Nikodim yenidən necə doğulmaq lazım olduğunu başa düşmür. Çünki o, fiziki düşünürdü ki, insan ikinci dəfə necə doğula bilər. Nikodim dünyavi fikirlərlə düşünürdü. O, dünyavi şeylər barədə düşünürdü. O, İsa'nın dediyi ruhani həqiqətləri başa düşmürdü. Halbuki o, ruhani müəllimi idi. O, bunun necə baş verə biləcəyini və nəyə görə lazım olduğunu anlamırdı. Əslində, hər bir insanın yenidən doğulmağa ehtiyacı var. Çünki insanlar günahları üzündən ruhən ölüdürlər. İnsanlar yenidən doğulmaqda ehtiyacı anlamalıdırlar. Və biz bu işdə Allahın fəaliyyətini görməliyik. Ruhani doğuluş bu, cismani doğuluş demək deyil. Yalnız Allah bizə ruhani doğulmaq imkanı verir. Nikodim bunu başa düşmür və Məsih ona belə izah edir. 5-ci ayə. İsa cavab verdi. Doğrusunu sənə deyirəm. Bir kəs sudan və ruhdan doğulmasa, Allahın padşahlığına daxil ola bilməz. Biz sudan doğulmaq nə deməkdir? Məsih Nikodimlə söhbət edir, hansı ki, kəlamı çox yaxşı bilirdi.
Ona görə Məsih ona kəlama əsasən izah edir. Hezekiel Peyğəmbər kitabında 36-cı fəsil 25-26-cı ayələr. Üstünüzə təmiz su səpəcəyim, pak olacaqsınız. Sizi bütün murdarlarınızdan və bütlərinizdən təmizləyəcəm. Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacam. Köksünüzdən daş ürəyə çıxardıb sizə ətdən olan ürək verəcək. Allah artıq əhd ətiqdə Peyğəmbərlər vasitəsilə gələcəkdə olacaq yenidən ruhən doğulmaq haqqında, xilas haqqında artıq danışır. O deyir ki, mən sizi su ilə təmizləyəcəm. Sizin daş, yəni ölü ürəyinizi götürüb, sizə yeni bir ürək verəcəm. Sizin daxilinizdə yeni ruh qoyacaq. Bəs bu nə sudur ki, insanı ruhən təmizləyir? Yahya İncili 4-cü fəsildə İsa'nın başqa bir insanla da daha bir görüşündən yazılır. Amma bu dəfə görüşdüyü adam Nikodimin əksi idi. Əgər Nikodim doğru, hörmətli bir adam isə, bu dəfə isə Məsih bir Samariyalı qadınla görüşür. O, Niqətdən kənar əlaqədə yaşayırdı və günahkar həyatı ilə şəhərdə tanınırdı. Bu qadın günorta çağı, günün qızmarında başqaları ilə qarşılaşmasın deyə quyudan su götürməyə gəlmişdi. Və burada da söhbət sudan gedir. İsa qadından içməyə su istəyir. Qadın isə təəccüblənir ki, necə olur ki, bir Yahudi Samariyalıdan su istəyir. Və Məsih burada maraqlı sözlər deyir. Əgər sən Allahın bəxşişini və mənə su ver içim deyən kim olduğunu bilsəydin, özün ondan su istəyərdin. O da sənə həyat suyu verərdi. Həmin bu həyat suyu bizə yenidən ruhən doğuluş verər. Bəs bu nə suydur elə həyat suyu? 1. Petr 1:23. Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmuşsunuz. Biz Allahın kəlamı ilə yenidən doğuluruq. Romalılar 10:17. Beləliklə iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır. Deməli, su, müqəddəs ruhun insanı yenidən ruhən doğulması üçün istifadə etdiyi Allahın kəlamıdır. Allahın kəlamı heç vaxt özü-özünə təsir göstərmir. O, insanda müqəddəs ruh vasitəsilə ancaq təsir göstərir. Allahın kəlamı müqəddəs ruh tərəfindən yazılmışdır. Və buna görə də yalnız müqəddəs ruh vasitəsilə təsir göstərir. Və bu kəlam həyatımızda bir möcüzə yaradır. Bu, yenidən doğulmaqdır. Biz Allahın kəlamı vasitəsilə yenidən ruhən doğula bilərik. Bir çox insanlar ruhən doğulmaq üçün öz cisminə, öz gücünə ümid edirlər. 6-cı ayədə Məsih deyir, bəşərdən doğulan bəşərdir, ruhdan doğulan ruhdur. Yəni, bəşərin edə biləcəyi hər şey ancaq bəşərdir. Yəni, fizikidir. Nikodim Allahın padşahlığını öz əməlləri ilə qazanmağa çalışır. O bir farisi, İsrailin rəhbəri və müəllimi idi. O düşünürdü ki, bunların vasitəsilə o, Allahın padşahlığını qazanacaq. Amma biz əməllərimizlə yenidən ruhən doğula bilmərik. Bəlkə sən də düşünürsən ki, mən yaxşı əməllər edərəm və onda yenidən ruhən doğularam və Allahın padşahlığını əldə edərəm. Amma bu mümkün deyil. Bir dəfə bir gənc İsa'nın yanına qaçaraq gəldi, diz çöktü və həyəcanla ondan soruşdu. Ey yaxşı müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?
nə etməliyəm deyir. O bütün qanunu yerinə yetirmişdir. Yəni, kəlam bunu deyir. Düzdür, biz fikirləşik mümkün deyil, amma kəlam deyir ki, yerinə yetirmişdir. O deyir ki, bunların hamısına gəncliyimdən bəri riayət edir. Yəni, onun sözünə əsas. Amma o hiss edirdi ki, nəsə çatmır. Ona ruhən doğuluş lazımdır. Amma o, öz əməlləri ilə əbədi həyatı qazanmaq istəyir. Bəzən biz düşünürük ki, səmavi padşahlığı və yenidən doğuluşu qazana bilərik. Mən həyatımı düzəldəcəm, daha yaxşı yaşayacam və onda əbədi həyatı qazanacam. Mən də uşaq olanda elə fikirləşdim. Amma Məsih deyir ki, bəşərdən doğulan bəşərdir. Yəni, biz özümüz edə biləcəyimiz yalnız bəşərdir. Yəni, biz fiziki olaraq edə biləcəyimiz ancaq fiziki şey. Ruhdan doğulan isə ruhdur. Yəni, biz ruhdan doğulmalıyıq. 7-ci ayə. Sənə yenidən doğulmalısınız dediyimə heyran etmə, yəni təəccüblənmə. Nikodim yenidən doğulmanın mənasını yenə də anlaya bilmir. Onun bütün yaxşı əməlləri, bütün nailiyyətləri, yüksək mövqeyi, sən demə bunların heç birinin mənası yox imiş. Və 8-ci ayədə Məsih yenə onu izah edir. Yer istədiyi yerdə əsir, onun səsini eşidirsən. Amma haradan gəlib, haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adamla belədir. Biz yeli, yəni küləyi görmürük. Amma onun səsini eşidirik. Biz bilmirik o haradan gəlir, hara gedir, amma onu hiss edirik. Allahın ruhu da belədir. Yəni biz onun necə, nə formada təsir etdiyini tam bilmirik. Bu yenidən doğulmanın necə baş verdiyini dəqiq biz anlaya bilmərik. Çünki bu Allahın işidir. Biz bilmirik ki, niyə bir insan Allahın kəlamını eşidir, tövbə edir və Məsihi qəbul edir, amma başqa bir insan eyni kəlamı eşidir, amma onda heç bir dəyişiklik baş vermir. Biz bunu başa düşə bilməyik. Koloslər 2:13-də yazılır. Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölüykən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayır. Bu, Allahın əməlidir. Rəbb bizə yenidən ruhən doğuluş verir. O bizi dirildir. O bizə yeni bir həyat verir. Biz ruhən ölüydük. Biz yalnız cismani əməllər edə bilirdik. Və bu əməllərlə biz ruhən doğula bilməzdik. Rəbb bizi Məsihlə birgə diriltdi və bütün günahlarımızı bağışladı. Bu, Rəbbin həyata keçirdiyi yenidən doğulmadır. Və biz artıq sizinlə yenidən doğulmanın vacibliyindən danışdıq. Biz Allahın əməlini, yəni yenidən doğulmanın yalnız Allahdan olduğunu da danışdıq. Və 3-cü məqam isə odur ki, biz öz məsuliyyətimizi dərk etməliyik. 9-cu ayəni oxuyuruq. Nikodim bu şeylər necə ola bilər deyə soruşdu. Bu qədər izahdan sonra Nikodim yenə də heç nə başa düşmədi və 10-cu ayədə Məsih maraqlı bir cavab verir. Deyir ki, sən İsrailin müəllimisən. Bunları bilmirsən. Bir çox insan məbədə gəlir. Özlərini necə aparmağı, necə danışmağı bilirlər. Onlar bilirlər məbəddə nə etmək olar, nə olmaz. Onlar Nikodim kimi hətta kəlamı da yaxşı bilirlər. Amma onlar heç vaxt yenidən ruhən doğulmanı yaşamadılar. Və bugün də Məsih insanlara deyir, sən artıq 5, 15, 30 ildir ki, məbədə gəlirsən və hələ də bunu bilmirsən.
Bəlkə biz illərlə toplantıya gəlirik. Amma hələ də başa düşmürük ki, biz yenidən, yəni ruhən doğulmalıyıq. Nikodim də kəlamı çox yaxşı bildiyinə baxmayaraq bunu başa düşə bilmirdi. Bəs yenidən doğulmada bizim məsuliyyətimiz və ya rolumuz nədir? Davam olaraq Məsih bu həqiqəti izah edir 14-15-ci ayələrdə. Musa çöldə ilanı yuxarı qaldırdığı kimi, bəşər oğlu da yuxarı qaldırılmalıdır ki, ona iman edən hər kəs əbədi həyata malik olsun. Bu əsas həqiqətdir. Ona, yəni bəşər oğluna, yəni İsa Məsihə iman edən. Bu bizim məsuliyyətimizdir. Biz ancaq İsa Məsihə iman etməklə yenidən doğula bilərik. Biz Allahın sözünü eşitdikdə ona iman edə bilərik və ya onu rədd edə bilərik. Bəlkə sözlə də qəbul edə bilərik, amma əslində qəbul etməmiş kimi ola bilərik. Amma bu sadəcə, yəni bu bilik deyil, bu inan deyil, bu həqiqi və diri iman olmalıdır. İsa yenə də əhd-i ətiqə istinad edir. Və əlbəttə ki, Nikodim İsrailin tarixini çox yaxşı bilirdi. Və İsa ona deyir, yanına sadəcə Musa misdən olan ilanı yuxarı qaldırdı. Yəni bu hadisə necə baş verir? Çoxumuz bilirik, amma yenə də deyim. İsrail xalqı Allah tərəfindən Misir əsarətindən azad olduqdan sonra səhrada gedərkən Allaha qarşı deyilməyə başladılar. Onlar artıq Allaha etibar etmirlər və ona qarşı danışırlar. Və Allah onların üzərinə zəhərli ilanlar göndərdi. Və Musa xalq üçün başladı dua etməyə. Və Rəbb Musaya dedi, özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxanda sağalsın. Yəni, kim o ilana sadəcə baxsa, sağ qalacaq. Bunun üçün insan Allahın sözünə iman etməlidir ki, o ilana baxsın və xilas olsun. Yəni, Allah onlara ilan sancmasına bir xilas yolu verir. İnsanın zəhərdən ölməməsi üçün etməli olduğu yeganə bir şey var. İnsan sadəcə inanmalıydı və o ilana baxmalıydı. O, heç nə etməli deyil. Ya sürünüb yaxınlaşmaq lazım deyildi, pul ödəmək, ya ilana toxunmaq, ya öpmək. Yəni, bunlar heç bir lazım deyil. Yeganə şərt imanla ona baxmaq idi. Amma kim deyilsə, yox, boş şey deyil, ilana baxmamaq şey var. Ya o inanmırdı, onlar daha zəhərdən ölürdülər. Amma kim baxırdısa, o zəhərdən sağalır. Maraqlıdır ki, niyə məhz ilan? İsa özünün çarmıxa çəkilməsini o mis ilanın qaldırılması ilə müqayisə edir. Adətən ilan şeytanı simvolizə edir, yəni Eden bağındakı kimi. Və sonra niyə ilan? Mən də bu haqda əvvəllər fikirləşirdim. Məsih bizim günahlarımızı öz üzərinə götürdü. İçimizdəki o ilanı götürdü və onu çarmıxa mıxladı. Bizim bütün günahlarımızı o çarmıxa mıxladı. O bizim günahlarımız üçün qurban verdi. O mənim günahlarımı çarmıxa qaldırdı. Və mən bunu anlayanda və imanla baxıb deyəndə ki, bu çarmıxdakı mənim günahımdır, o zaman günahların bağışlanması baş verir. Və biz ilanın zəhərindən azad oluruq. Və bu imanla olan baxış, bu bizim məsuliyyətimizdir. Və gəlin 16-cı ayına. Kəlamın qızıl ayəsini deyirlər ona, onu oxuyaq. Çünki Allah dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Bunu ona görə etdi ki, ona iman edən hər
kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Amin. Biz Rəbbin əməlini görürük. O hər şeyini verdi. O vahid oğlunu verdi. Çünki o bizi sevir. O hər şey elədi ki, sən və mən yenidən ruhən doğula bilək. Ki biz məhv olmayaq, amma əksinə əbədi həyata malik olaq. Yahya 1:12-13. Lakin onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. Bu, nə bizim nailiyyətimizdir, nə də biz bunu istəyimizlə qazanmadıq. Biz Allahdan doğulduq. Bu, ruhani doğulmadır. Hansı ki, Allah tərəfindən lütflə verilir. Biz iman vasitəsilə lütflə xilas oluruq. Yəni, tələb olunan yeganə şey imandır. Ancaq diri iman. O iman ki, bizim həyatımızda özünü göstərir. Yaqub 2:26. Çünki ruhsuz bədən ölü olduğu kimi, əməlsiz iman da ölüdür. Əgər insan yenidən doğulursa, diri imana malikdirsə, bu onun həyatında özünü biruzə verəcək. Gəlin, hər kəs öz ürəyinə, öz həyatına nəzər salsın və bu haqda fikirləşsin. Əgər sənin də Nikodim kimi Rəbbə sualın varsa, bugün sən də duada Məsihə yaxınlaşa bilərsən və ona ürəyində olan sualları verə bilərsən. Ürəyini yoxlamağı və ruhən doğulmağı Rəbdən istəyə bilərsən. Və Rəbb sənin səmimi istəyini, sənin ürəyini görüb sənə cavab verəcək. Amin.